Salam. 15 mart 2026-cı il buraxılış imtahanının suallarına baxaq. Birinci sualdan başlayaq. Müxtəsər Roma düsturu ilə surəti açsaq. 5a çıx 4. 5a üstəgəl 4. 5a üstəgəl 4. Sürət və məxrəci ixtisar eləsək, cavab D variantı. İkinci suala baxaq. Fx bərabərdir 2x plus 3, x kvadrat plus 2 funksiyasında f3 hesablayın yazılıb. f3 hesablamaqdan ötürü x-in yerinə 3 yazsaq, 6 plus 3, 9 plus 2. Cavab 11-də 9, Y variantı. Trapesiyanın sahəsi oturacaqlar cəminin yarısı ilə hündürlük hasilinə bərabərdir. Cavab olacaq 36, Y variantı. A və B çoxluqları verilmişdir. A-da olub B-də olmayan elementləri tapmaq lazımdır. A-da olanlar B-də olmayanlar 1-dir, 3-dür, 5-dir. 1, 3, 5 D variantı. -65-ci suala baxaq. Çox ədli vuruqları ayıraq. Ortaq vuruğu mötərizə xaricinə çıxartsaq 12A-nı qalar A minus 2. C variantı. 66-cı sual. Permutasiya 4-dən 4 üstəgəl permutasiya 3-dən 3. Permutasiya 4-dən 4, 4 faktorial. Permutasiya 3-dən 3, 3 faktorial. 24 plus 6 bərabər 30. C variantı. 67-ci suala baxaq. A bərabərdir kosinus 271 dərəcə və B bərabərdir mənfi 187 dərəcə tangens ədədlərini müqayisə edin. 271 dərəcəli bucaq 4-cü rübün bucağı olduğundan orada kosinus müsbətdir. Mənfi tangens 187 yazsaq, 187 3-cü rübdədir. 3-cü rübdə tangens müsbətdir. Qarşıdakı işarə onu mənfi eləyəcək. Deməli bu işarə bu mənfidir. A müsbət, B mənfi A variantındadır. 68, 16 üstündə 0,36, 16 üstündə 0,14. Bu 16 üstündə 0,5'dir. Yəni kök altında 16. D variantıdır. Düzbucaqlının diaqonallarının sayını tapın. B variantı. A və B çoxluqları üçün B-A'nın alt çoxluğudur. A-nın 9, B-nin 4 elementi varsa, A çoxluğunda təsadüfi seçilmiş 2 elementin A-da olub B-də olmayan elementlərdən olması ehtimalını tapın. A-da olub B-də olmayan elementlərin sayı buradan görünür ki 5'dir. O zaman kombinizon 5'dən 2 bölünsün kombinizon 9'dan 2 mümkün halların sayıdır. Kombinizon 5'dən 2 10. Kombinizon 9'dan 2 8 vur 9 bölü 2'dir. 72'də 20. 4'ə bölsək 18'də 5. A variantı. 71-ci sualla davam eləyək. 4-cü rübdə yerləşən A nöqtəsindən apsis oxuna qədər olan məsafə 4-ə, ordinat oxuna qədər olan məsafə isə 6-ya bərabərdir. A nöqtəsinin koordinatlarını tapın. 4-cü rübdə yerləşirsə A nöqtəsindən apsis oxuna qədər məsafə 4-ə, ordinat oxuna qədər məsafə isə 6-ya bərabərdir. Bu zaman deməli bu 6'dır. Bura isə mənfi 4'dür. 6 mənfi 4 C variantı. ABC üçbucağında C bucağı düz bucaq olarsa kosinüs alfa vurulsun tangens bettanı hesablayın. Kosinüs alfa bucağına bitişik katetin hipotenuza nisbətidir. Tangens betta isə betta bucağının qarşısındakı katetin bitişik katetə nisbətidir. A kvadratı bölünsün CB. B variantıdır. Kosinüs 20A olarsa sinus 10'u hesablayın. Sinus 10 dərəcəni belə yazmaq olar. Kök altında sinus kvadratı 10 dərəcə. Birinci rübdə olduğuna görə müsbətdir. Dərəcəni aşağı salsaq 1 minus kosinus 2 alfa 20 bölünsün 2 yazsaq. Olar kök altında 1 minus A bölünsün 2. D variantı. 74-cü sual. Oturacağının perimetri 15, yan tiri 9 olan düz prizmanın yan səthinin sahəsini tapın. 15'i 9'a vurarıq 135.
75 ilə davam eləyək. Uzunluqları 500 metr və 300 metr olan iki tuneldən ibarət. Birincinin son nöqtəsi ilə ikincinin başlanğıcı arasındakı məsafə 15 kilometrdir. Uzunluğu 200 metr olan sürəti 64 km/saat olan qatar birinci tunelə girməyə başladığı anda neçə dəqiqə sonra ikinci tuneldən tamamilə çıxar. Burada məsafələrə baxsaq, məsafə buradan bura 500, 15 kilometr, 300 metr, 200 metrdə qatar olsa, bu 500, 300, 800, 16 kilometrdir. 16 kilometr. Qatar 1 saata 64 kilometr gedirsə, onda 64-ə bölsək, bu 4də 1 saat eləyəcək. 4də 1 saat isə 15 dəqiqədir. Yəni 15 dəqiqə bu məsafəni qət eləyəcək. Tənliyin kökləri hasilini tapmaq tələb olunur. Bu misalda, deməli, bu loqaritma 2 əsasından olduğu üçün bu 8-ə bərabər olmalıdır. Loqaritma 2 əsasından x-a bir t desək, olar t kvadratı minus 3t üstəgəl 4 bərabərdir 8. T kvadrat minus 3t minus 4 bərabərdir 0-a. Kökləri hasili mənfi 4 cəmi 3 olan ədədlər isə mənfi 4 ilə 1 ədədlərdir. Loqaritma 2 əsasından x bərabərdir mənfi 4 olsa, x bərabər olacaq 1 bölü 16-ya. Loqaritma 2 əsasından x bərabər 1 olsa, x bərabər olacaq 2-yə. Kökləri hasilini tapsaq, 1 bölü 8 olar cavab. 76-nı da bitirdik. 77 nömrəli suala baxaq. Bərabərsizliyin tam həllərinin cəmini tapın. İfadəni vuruqlara ayırsaq, x minus 7, x minus 7, x üstəgəl 1, kiçik 0. Qolları yuxarı paraboladır. Mənfi 1, 7 aralığında 0-dan kiçik olacaqdır. Tam həllərinin cəmini tapsaq, 0, 1, 2, 3, 4, 5, 6. 6, 6, 6, 21 olar cavab. Növbəti misala baxsaq, 78-ci misala. LJ 12-dir. Kök altında 9-dan 3 çıxacaq. Loqaritma 3 əsasından 3, 1-dir. Olacaq loqaritma 2 əsasından kök altında 16. Bu da 4 verəcək. Loqaritma 2 əsasından 4 isə 2 olacaqdır. Növbəti misala baxaq, 79 məsələdir. Katetləri 6 və 8 olan düzbucaqlı üçbucağın böyük katetlər ətrafında fırlanmasından alınan fiqurun yan səthinin sahəsini tapın. Aydın məsələdir ki, bu hündürlüyü böyük katet, radiusu isə kiçik katet olan düzbucaqlı üçbucaqda bu konus yaranacaq. Bu formada. Bura olacaq 6, böyük katet ətrafında fırlanır. Konusun doğranı isə 10 olacaqdır. Düzbucaqlı üçbucaq Pifaqor teoremindən. Yan səthinin sahəsini hesablamaq üçün isə düsturumuz pi r l-dir. R 6-dır, L 10-dur. 60 pi olar cavab. Növbəti məsələ ilə tanış olaq. Yazılıb ki, Samir hər birinin satış qiyməti 250 manat olan su filtrlərinin satıldığı mağazada işləyir. Onun sabit əmək haqqı 1000 manatdır. Bundan əlavə o satdığı hər filtrin satış qiymətinin 4% qədər bonus alır. Yanvar ayında 1400, fevral ayında 1560 manat əmək haqqı alıbsa, fevral ayında yanvardakından neçə ədəd çox filtr satmışdır. Aydındır ki, əvvəlcə 250-nin 4%-ni hesablamalıyıq. Bunun üçün 250-ni 4-ə vurub 100-ə bölsək, bu 10 manat eləyəcək. Deməli, hər filtrin satışından 10 manat pul qazanır. Yanvar ayında 400 manat bonus alıbsa, 400 bölünsün 4, 100 ədəd. Fevral ayında isə 560 manat əlavə bonus alıb, 140 ədəd filtr satıb. Demək, burada onda 40 ədəd, cavab 40 olar. O birisi məsələ ilə tanış olaq. Məsələdə deyilir ki, printer bir səhifədə rəngli kağızı 50 saniyəyə, bir səhifə ağ-qara kağızı 30 saniyəyə çap edir. Yarım saat müddətində fasiləsiz işləyən printerdə 40 səhifə çap edilmişdirsə, bunlardan neçəsi rənglidir? Yəqin ki, biz tənliklər sistemi qurmaqla bu məsələnin öhdəsindən gələ bilərik. Baxaq bu məsələyə. Fərz eləyək ki, ağ-qara x, rəngli y-dir. Məsələnin şərtinə görə x plus y bərabərdir
40'a yarım saat 30 dəqiqə ərzində isə 30 dəqiqə hər 50 saniyə bir vərəq çap edibsə, bu 50 saniyə 50 vur x üstə gəl 30 vur y bərabərdir 30 dəqiqə ərzində bir dəqiqə deyəsən burada səhv yazmışıq 50 ilə 30'un yerini 30 dəqiqə yarım saat 30 dəqiqədir. 30'u da 60'a vursaq 1800 eləyəcək. Bizdən rəngləri soruşur, yəni y-ləri. Yuxarını -30'a vursaq -30x -30y bərabərdir -1200 30x üstə gəl 50y bərabərdir 1800 tənliyini alt-alta toplasaq 20y bərabər 600 y bərabər 30 olar. Cavab 30. 82-ci məsələ ilə tanış olaq. Çevrə xaricindəki A nöqtəsindən çevrəyə AB toxunanı AD kəsəni çəkilmişdir yazılıb məsələdə. AB-nin uzunluğunu kök altda 5 veribdir. Və AC də 1 cm olarsa çevrənin radiusunu tapın deyir. Bura bir O yazsaq. Bura kök altda 5'dir. Aydındır ki, bu hissədə kök altda 5 olacaq. Belə bir şey yazsaq. AB'nin kvadratı bərabərdir. AB'nin kvadratı bərabərdir. AC vurulsun. AC vurulsun AD yazsaq. 5 bərabərdir 1 vurulsun AD. Buradan AD'ni 5'in kvadratı. Buradan AD'ni 5 taparıq. O zaman CD parçası 4 olacaqdır. Çünki AC 1'dir. Bura 4 olacaqdır. Bu çevrənin radiuslarıdır. Bərabər yanlı üçbucaqdır. Buradan bura hündürlük çəksək, əlbəttə ki, bu O nöqtəsindən çəkdiyimiz bu hündürlük AB boyda olacaq. Kök altda 5. Bura isə yarı olduğuna görə bərabər yanlı üçbucağın hündürlüyü həm median, həm tənbölən olduğuna görə buranı 2-2 böləcəkdir. Pifagor teoreminə görə kök altında kök altda 5'in kvadratı plus 2'nin kvadratından cavab 3 olacaqdır. Yəni o çevrənin radiusu. Növbəti məsələ ilə tanış olaq. Dənizin A və B nöqtələrində olan gəmilər AY və BD düz xətləri üzrə hərəkət edirlər. DY 12'dir. BD 20'dir. BD 20'dir. Bura 20 yazaq. AD 9'dur. O zaman olarsa trayektoriyada C kəsişmə nöqtəsində D nöqtəsinə qədər olan məsafəni tapın. Bu məsafəni istəyir bura bir x yazaq. Əvvəlcə 9, 12 düzbucaqlı üçbucağından bura 15 yazaq. 20, 12 düzbucaqlı üçbucağından isə bura 16 yazaq. Və aydın məsələdir ki, bura bir 20 çıx x yazaq, bura x yazmışıq. Bu bucaq bu bucaqla daxili çarpaz bucaqlardır. Bunlar isə qarşılıqlı bucaqlar olduğuna görə bu üç bucaqlar oxşardılar. O zaman yaza bilərik x-in 20 çıx x-a nisbəti bərabərdir 9'un 16'ya nisbətinə. Çarpaz vursaq olacaq 16x bərabərdir 16x bərabərdir 180 çıx 9x 25x bərabərdir 180 x bərabərdir 180 bölünsün 25. Cavab x bərabərdir 180 bölünsün 25. Bunlar da 5'e ixtisar eləsək 36 bölünsün 5 7.2 olar. Digər məsələ ilə tanış olaq. Burada yazılıb ki, bir hava yolu şirkəti tək istiqamətli biletin qiyməti 150 manat, gediş-dönüş təyinatlı biletin qiyməti isə 180 manatdır. Cədvəldə Asif və Nurayın şirkətdən aldığı biletlərin sayı göstərilmişdir.
Onlar hər iki növ biletdən ən azı bir ədəd aldılar. Əgər onların ödədikləri ümumi məbləğ eyni olarsa, Nurayın aldığı tək istiqamətli biletlərin sayını tapın. Yəni x üstəgəl 4-ü tapmalıyıq. Deməli, Asif 18-x sayda tək istiqamətli bilet alıb. Tək istiqamətli biletin qiyməti 150 manat idi. Yazaq 150 vurulsun 18-x plus 180 manata x sayda bilet alıb. 180 vur x bərabərdir. Nurayda isə 150 manatlıq biletdən x plus 4 dənədir. 150 vurulsun x plus 4 plus 180 vurulsun 15 minus x sayda bilet alıbdır. Deməli, onda vurub atsaq mötərizələri 180-i 18-ə, 150-ni 18-ə vursaq 2700 minus 150x plus 180x bərabərdir 150x, bu da 180x, 330x 150x üstəgəl 600 üstəgəl 180-i 15-ə vursaq 2700 minus 180x. Bərabərliyin sol tərəfi 2700 üstəgəl 30x bərabərdir. Bərabərliyin sağ tərəfi 3300 minus 30x. X-ları bir tərəfə, x olmayanları bir tərəfə atsaq 60x bərabər 600, x bərabər 10 olar. Deməli, onda Nurayın aldığı tək istiqamətli biletlərin sayı 14 dənə olar. Sonuncu məsələ. Aqil boş daxıla birinci gün 1 ədəd 50 qəpiklik, 2 ədəd 20 qəpiklik, 3 ədəd 10 qəpiklik metal pul atdı. Yəni birinci gün 50 qəpik, 20 qəpik, 10 qəpik. Yəni cəmi burada eləyir 90, 100, 120 qəpik. 120 qəpik. O, növbəti günlərdə daxıla atdığı hər növ qəpiyin sayını əvvəlki gündən bir ədəd artıq atdı. Bir ədəd artırdı. Yəni növbəti gündə bu 2 dənə 50 qəpik atacaq. 3 dənə 20 qəpik atacaq. 4 dənə 10 qəpik atacaq. Yəni bu 100, 160, 200. 200 qəpik atacaq. Yəni 80 qəpik artıracaq hər növbəti gün. Və nəticədə SN ədədi silsilədir 48 manat. Yəni 4800 olacaq. 2 vurulsun A1 üzərinə gəl D vurulsun N çıx 1 böl 2 vur N bərabərdir 4800 düsturunda. Gətirib yerinə yazsaq olacaq 240 üstəgəl 80 vurulsun N çıx 1 vurulsun N bərabərdir 9600. Buradan 80-i ortaq vuruq çıxarsaq, hər tərəfi 80-ə bölsək, N-i mötərizələrin daxilinə vursaq, olacaq 3N üstəgəl N kvadratı minus N bərabərdir 120. Yəni N kvadratı üstəgəl 2N minus 120 bərabərdir 0. Bu da kökləri hasili mənfi 120, kökləri cəmi mənfi 2 olan ədədlər mənfi 12 ilə 10 ədədidir. Əlbəttə ki, cavab müsbət 10 olacaqdır. Çox sağ olun, təşəkkürlər.